Şar. Balaca bir oğlan şar satan kişinin yanında dayanıb renk şarlara baxırdı. Şarlar isə quş kimi havaya dartınırdı. Oğlan üzünü satıcıya tutub yavaşca dilləndi. Əmi, mənim bir dənə də şarım yoxdur. Pulun necə, varmı? Deyə şar satan soruşdu. Yox, pulun olanda gələrsən, deyə satıcı üzünü yana çevirdi. Birdən necə oldusa, külək bir neçə şarı havaya qaldırdı. Şarlar yaxınlıqdakı ağacın budağına ilişdi. Şar satan çaşdı. Ağacdakı şarlara baxıb oğlana dedi. O şarları düşürə bilsən, birini sənə verərəm. Oğlan ayaqqabılarını çıxarıb bir tərəfə tulladı. Pişik cəhdiyi ilə ağaca dırmaşdı. Şarların budağa ilişən saplarını açdı və onları düşürüb şar satan kişiyə verdi. Amma şarlardan biri ən hündürdəki budağın ucuna ilişmişdi. Uşağın əli ona çatmadı. Satıcı dedi. Sağ ol, sən qoçaq oğlansan. Amma birini mənə verməliydiniz. Hə, deyə kişi öskürdü. O ağacda qalan şar var ha, bax o sənindir. Düşürə bilirsənsə, götür apar. Oğlan yolun qırağında oturdu. Uzaqlaşan satıcının ardınca baxıb öz-özünə dedi. Eybi yoxdur, qoy belə olsun. Ağaca ilişsə də bilirəm ki, mənim də bir şarım var.